материале нашей отечественной науки. Наши связи имеют многовекторный характер. Среди партнеров по научным исследованиям некоторые учреждения Азербайджанской Республики ведут совместные работы, в частности, фармацевтический факультет Азербайджанского медицинского университета, а также Института ботаники Национальной академии наук Азербайджана. Нашими партнерами мы ведем исследования в области химии природных соединений, продолжая и расширяя свои исследования с тем, чтобы впоследствии на перспективных соединениях, на основе перспективных соединений создать лекарственные средства. Институт химии растительных веществ Академии наук Республики Узбекистан является единственным в стране, поставляющим на мировой рынок биореактивы, которые называют изначальным инструментом создания будущих лекарственных средств, осуществляемый совместно с азербайджанскими учеными. 1952 ildə Ermənistan Respublikasının Saral kəndində doğulmuşdur. O, orta məktəbi qızıl medalla bitirdikdən sonra 1969-cu ildə kimya fənnindən bir imtahan verərək Azərbaycan Dövlət Universitetinin Əczaçılıq fakültəsinə daxil olmuşdur. Ali məktəbdə oxuduğu dövrdə yüksək dövlət təqaüdü almış və oranı 1974-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Elmi Şuranın qərarı ilə Tibb Universitetinin aspiranturasında saxlanılmışdır. Aspiranturada oxuduğu müddətdə 1975-ci ildə Daşkəndə göndərilmiş və burada Bitki Maddələri Kimyası İnstitutunda aspiranturanı davam etdirmişdir. Məhəmməd İsayev 1985-ci ildə kimya elmləri namizədi elmi dərəcəsini aldıqdan sonra Daşkənddə qalmağı və burada elmi işlərini davam etdirməyi qərarı almışdır. Məhəmməd müəllim elmi işlərə elə qapılıb ki, evlənmək məsələsini uzun müddət təxirə salıb. Nəhayət, 1987-ci ildə Humay xanımla evlənmişdir. Onların İsa adında bir oğlanları var. Humay xanım ali təhsilli riyaziyyatçıdır. Hal-hazırda Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində İnformasiya və Texniki Təlimat şöbəsində bölmə müdiri vəzifəsində çalışır. Artıq 27 ildir ki, mən qardaş Özbək xalqının arasında yaşayıb yaradıram. Onların bir çox gözəl nümayəndələri ilə yaradıcılıq əlaqələri, dostluq əlaqələrinə çevrilib. Çox gözəl mütəxəssislər, o cümlədən kimya elmləri doktoru professor Kadırov Çingiz Şakiroviç, Profesör Şakirov, Rauf Şakiroviç kimi gözəl yerli mütəxəssislərlə nəinki yaradıcılıq əlaqələri, hətta dostluq əlaqələri saxlayırıq və onlarla həmişə elmi, həyati fikir mübadiləsində oluruq. Bununla bərabər çalışdığım institutda da həm gənc, həm yaşlı nəslin nümayəndələri var. Bu alimlərlə sıx əlaqədə və yaxşı yaradıcılıq münasibətindəyik. O ki, qaldı ümumiyyətlə yaşamaq şəraitinə hər kəs yaşadığı mühitdə ətraf mühitlə onu əhatə edən qonşu, qonum-qonşu, tanış, dostla münasibətdə olur. Biz də bu mənada həm qonşuların, həm dostların xeyir şərində, toy düyünündə, ad günlərində yaxından iştirak edirik və bizim belə hadisələrdə də əlbəttə onların münasibətini yaxından hiss edirik. Məhəmməd İsayev təbii birləşmələr üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu sahə üzrə 114 elmi əsəri nəşr olunmuşdur. Dünyanın bir çox ölkələrində elmi konferanslarda çıxışlar etmişdir. Musiqiyə, ədəbiyyata marağı var. Boş vaxtlarında şeir oxumağı çox sevir.
Dayan, qurban olum çalma o sazı, ağlımı başımdan alırsan aşıq. Gəlir xəyalıma vətənin yazı dağları yadıma salırsan aşıq. Eldən ayrı düşdü ələskər, alı, itirdin ömürlük gözəl saralı. Sən də mi düşmüsən yurtdan aralı, niyə dərdli-dərdli çalırsan aşıq? Bir dərdə düşmüşəm cavan yaşımda, rüzgarın yelləri əsir başımda. İnsaf et, oxuma sən yaddaşımda, göynəyə-göynəyə qalırsan aşıq. Sənin nə tayın var, nə əvəzin var, ruhları tərpədən xoş avazın var, dərdini bölməyə telli sazın var, bəs niyə xəyala dalırsan aşıq? Dastan söyləyirsən mənə səhərdən, oxuma boğuldum vallah qəhərdən, qəlbin kövrəldikcə boşalır hərdən, hərdən də bulud tək dolursan aşıq. Bilmərəm adını soruşan olsa, gülürsən dastanda toy nişan olsa, özün də pərişan olursan aşıq. Əziz dostlar, indi isə sizi Azərbaycan süfrəsi rubrikasına baxmağa dəvət edirik. Bugün sizlərə Azərbaycan dolğasının hazırlanmasını göstərəcəyik.